hədislərimizdə var. Buyururlar, 60 ilin günahlarının kəffarəsinə bərabərdir. Qədirxum günü oruç tutmaq, 60 ilin günahlarının kəffarəsi. Yəni 60 ilin günahını bir gün Qədirxum günü insan oruç tutmaqla yuyub təmizləyə bilər. Bu günün orucunun bu qədər əzəməti var. Ki, İmam Sadiq əleyhissalam buyurur, Qədirxum günü Fitr və Qurban bayramından üstün və əzəmətli bir gündür. Və bu günü tutulan orucun 100 həc və 100 ümrə savabından çoxdur savabı. Yəni bir nəfər 100 dəfə həccə gedə, 100 dəfə ümrəyə gedə, İmam buyurur, Qədirxum günü tutulan orucun savabı o 100 həc və 100 ümrənin savabından artıqdır. Bütün dünya müsəlmanlarına bəllidir ki, hədislərimizdə var. Buyururlar, 60 ilin günahlarının kəffarəsinə bərabərdir. Qədirxum günü oruç tutmaq, 60 ilin günahlarının kəffarəsi. Yəni 60 ilin günahını bir gün Qədirxum günü insan oruç tutmaqla yuyub təmizləyə bilər. Bu günün orucunun bu qədər əzəməti var. Ki, İmam Sadiq əleyhissalam buyurur, Qədirxum günü Fitr və Qurban bayramından üstün və əzəmətli bir gündür. Və bu günü tutulan orucun 100 həc və 100 ümrə savabından çoxdur savabı. Yəni bir nəfər 100 dəfə həccə gedə, 100 dəfə ümrəyə gedə, İmam buyurur, Qədirxum günü tutulan orucun savabı o 100 həc və 100 ümrənin savabı.